Salam, hər vaxtınız xeyir olsun. Elnur Aytaç sizi və tamaşaçıları Abşeron rayonundan salamlayırıq. Hazırda studiyada müzakirə etdiyiniz mövzunun davamı olaraq ətraf mühitin mühafizəsində mühüm rol oynayan utilizasiya prosesindən danışmaq üçün buradayıq. Bilirsiniz ki, ətraf mühit üçün təhlükə mənbələrindən biri də məhz köhnə nəqliyyat vasitələridir. Eyni zamanda onlar yollarda hərəkət təhlükəsizliyi baxımından da müəyyən problemlər yaradır və elə bu problemlərin aradan qaldırılması üçün istismar müddəti başa çatan və istifadəyə yararsız nəqliyyat vasitələri ötən ilin oktyabr ayından başlayaraq utilizasiyaya qəbul edilir. Hazırda biz Abşeron rayonunda fəaliyyət göstərən nəqliyyat vasitələrinin utilizasiyaya qəbul edildiyi məntəqələrdən birindəyik və müsahibim Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Mirzə Laçınovla bu haqda danışacağıq. Mirzə müəllim, artıq bir ilə yaxındır ki, utilizasiya proqramı davam etdirilir və bu müddət ərzində neçə nəqliyyat vasitəsi təhvil alınıb utilizasiya üçün və ümumiyyətlə bu qaydalardan danışaq. Qaydalar hansılardır və bu qaydalar, bu utilizasiya prosesi vətəndaşlar üçün necə səmərəli olub bu müddət ərzində və içəridə utilizasiya prosesi gedir. Mən istəyərdim ki, siz bizim suallarımızı cavablandırarkən yavaş-yavaş o istiqamətə doğru addımlayaq və utilizasiya prosesini də canlı olaraq tamaşaçılara göstərək. Buyurun. Nəqliyyat vasitələrinin utilizasiyaya qəbuluna qeyd elədiyiniz kimi, keçən ilin oktyabr ayının 15-dən etibarən başlanılıbdır. Artıq 11 mindən yuxarı nəqliyyat vasitəsi utilizasiya üçün qəbul edilib. Hal-hazırda 3 utilizator fəaliyyət göstərir. Hal-hazırda bizim ərazisində olduğumuz utilizator 3-cü qeydə alınmış utilizatordur. Abşeron rayonu ərazisində nəqliyyat vasitələrinin utilizasiyasını həyata keçirir. İyul ayının əvvəlində test rejimində fəaliyyətə başlayıbdır və artıq bugünü də nəzərə almaqla iyul ayının 29-undan etibarən 2 ay ərzində 350-dən yuxarı nəqliyyat vasitəsi sırf bu məntəqədə utilizasiyaya qəbul olunubdur.